İranın rəsmi dairələri ötən gün Tehranın ən böyük meydanlarından biri olan İnqilab Meydanında yeni monumental heykəl kompozisiyanı təqdim edib. Kompozisiyada Roma İmperatoru Valerian, Sasani İmperiyasının hökmdarı Şapurun qarşısında diz çökərək təslim olunur. 3-cü əsrə aid tarixi səhnəni əks etdirən bu abidə İran ictimaiyyətində və regionda geniş rezonans doğurub. Heykəl İslam Respublikasının mədəni siyasətində diqqət çəkən dönüş kimi dəyərləndirilir. Çünki burada İslam qabağı dövrün simvolları və bütpərəst elementlər ön plana çıxarılır. Bununla yanaşı təqdimat mərasimində daha bir simvolik abidə də yer alıb. İnqilab Keşikçiləri Korpusunun döyüşçüsü ilə qədim Fars döyüşçüsünün birgə tutduğu nizə forması. Bu görüntü rəsmi təbliğatda keçmişlə bugünün vahid gücü kimi təqdim olunur. Müşahidəçilərin fikrincə İsraillə müharibənin başlanmasından sonra Tehran İslam kimliyi ilə yanaşı milli Fars ideologiyasını da gücləndirməyə çalışır. Beləliklə bir zamanlar dinə zid sayılan Sasani və Zərdüşti simvolları indi dövlət ideoloji xəttinin əsas hissəsinə çevrilməkdədir.